Mayın 1-dən etibarən e-bülleten sisteminə keçilir. Yəni, artıq xəstəlik vərəqi elektron sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təbib birgə məlumat yayıb. Belə ki, Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə sığorta olunanlar üçün xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin və təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. Əvvəllər pasiyent müvəqqəti əmək qabiliyyətini itirdiyi zaman tibb müəssisəsinə müraciət etdikdə orada həmin xəstəlik vərəqəsini alıb və onun sığorta edəninə aparırdısa, burada proses artıq rəqəmsallaşıb, sistem özü həmin məlumatı ötürür. Prosesdə pasiyent üçün üstün tərəf ondan ibarət ki, o heç bir şəkildə iştirak etmir. Yalnız qeydiyyata alındığı həmin tibb müəssisəsi tərəfindən proses elektron qaydada açılır və işə götürəni həmin deməli vərəqəni, elektron vərəqəni Dövlət Sosial Müdafiə Fondunun müvafiq alt sistemindən elektron qaydada əldə edə bilir. Qeyd edək ki, e-bülleten sisteminə keçidlə bağlı hazırlıq prosesinə keçən ildən etibarən başlanılıb və mərhələli şəkildə davam etdirilib. Artıq ötən gündən yeni sistem Nizami Tibb Mərkəzində test üçün istifadəyə verilib. Pasiyentin şəxsiyyət vəsiqəsini, fin kodu, seriya və nömrəsi vasitəsilə daxil edirik sistemə. Sonra nə üçün bülten açılır ona, diaqnozu və digər məlumatlarını qeyd edirik və elektron bülten modulu açılmış olur. Hər 3 gündən bir uzadılma üçün imzalanmaya gedir və bülten deməli açılır, sima imza ilə imzalanır həkim tərəfindən. Və sonda isə baş həkim və şöbə müdirinin və ya həkim məsləhət komissiyasının təsdiqi ilə imzalanır və xəstəlik davam edir və ya xəstə işə yazılır. Qeyd edək ki, bülleten sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanılması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin şəffaflığının artırılmasına şərait yaradacaq.